ki, deməli, test izahına keçməzdən əvvəl gəlin sinuslar, kosinuslar teoremi haqqında biraz məlumat verək. Bizə tutaq ki, hər hansı bir ABC üçbucağı verilib. ABC üçbucağın tərəfləri olsun və uyğun olaraq hansı ki, bucağın birinə alfa yazaq, birinə beta, birinə isə fi bucağı yazaq. Əgər alfa bucağının qarşısında duran tərəf A-dırsa, A-nın sinus alfaya olan nisbəti, beta bucağının qarşısında duran tərəf B-dirsə, B-nin sinus betaya olan nisbəti, fi bucağının qarşısında duran tərəf C-dirsə, C-nin sinus fiyə nisbəti bir-birinə bərabər olur istənilən üçbucaq üçün. Lakin burada təbii ki, bəzi şərtləri ödəmək şərti ilə. Çünki sinus alfamız biz bilirik ki, mənfi bir parçasından kənara qiymət almır. Təbii ki, bu sinuslar teoremində bunu da nəzərə almaq lazımdır. Və bu nəyə bərabərdir? Bu bərabərdir. Həmən üçbucağın xaricinə çəkilmiş çevrənin radiusunun 2 mislinə, yəni 2 yerə. Bu bizim üçün sinuslar teoremidir. Sinuslar teoremi harada tətbiq edə bilərik biz? Sinuslar teoremi məsələn yaza bilərik. Tutaq ki, baxın, belə bir nümunə çəkim. Fərz edək, bir üçbucaq olsun. Bucaqlarından biri 120 dərəcə olsun. Və 120 dərəcəli bucaq qarşısında duran tərəfə yazaq məsələn 12 sm. 30 dərəcə olsun bu bucaq və bunun qarşısındakı tərəfi bizdən soruşsun. Tutaq ki, bu soruşduğu tərəfə bir A ilə işarə edeyim. O zaman sinuslar teoremi bura necə tətbiq edirik? 12'nin qarşısında 120 dayanırsa 12 bölünsün sinus 120 dərəcə və A bölünsün sinus 130 dərəcə. Məlum məsələdir ki, sinus 120 dərəcədə aldığı qiymət, hansı ki, sinusun 60 dərəcədə aldığı qiymətə bərabərdir. Yəni, nə alır? 12 bölünsün, sinus 60'da alacaq, kökdə 3 bölünsün 2. Bərabərdir. A bölünsün, sinus 30 dərəcədən alacaq. Sinus 30 dərəcədə də alacaq 2-də 1. 2'ləri aparsaq, kök altda 3A bərabərdir 12'yə və A'mız bərabər olacaq 12 bölünsün, kök altında 3'ə, yəni qısası 4 kök altında 3'ə. Aha, bu sinuslar teoreminin tətbiqi. İndi sinuslar teoreminin təbii ki, mümkün olmadığı yerlər də ola bilər. Məsələn, tutaq ki, belə bir sual verək. Deyir ki, bir üçbucaqda 30 dərəcəli bucaq var. Onun qarşısındakı duran tərəf 4 cm olsun. Və üçbucağın tərəflərindən biri, məsələn, olsun 12 cm. Bunun qarşısında da bir alfa bucaq olsun. Gəlin görək, belə bir üçbucaq həqiqətən mümkün ola bilərmi? Baxın, 4'ün qarşısında durur 30. Yazıram, 4 bölünsün. 4 olmasın, gəlin buranı 4 yox, 5 edeyik. 5 olsun, biz istədiyimizə çata bilək. 5 bölünsün, nə yazım? Sinus 30 dərəcə. 12 bölünsün, sinus alfa. İndi gəlin hesablayaq. Qarşılıqlı vururam. Sinus 30 dərəcədə alır nə? 2'də 1. Bərabərdir 5 sinus alfaya. Və 12 ilə 2'ni apardıq. Qaldı 6 bərabər 5 sinus alfa. Sinus alfamız da bərabərdir 6 bölünsün 5. Yəni 1/2. Axı biraz öncə dedim ki, sinus heç vaxt mənfi bir parçasından kənara çıxa bilmir. O zaman sinus alfa 1/2'ni də ala bilməz və deməli belə bir üçbucaq mövcud olmayacaq. Yəni sinuslar teoreminin də ödənmədiyi bəzi hallar, bəzi üçbucaqlar var. Gələk, bu dərsin içərisində təbii ki, kosinuslar teoremi də var. Gələk kosinuslar teoremindən də tanış olaq. Tutaq ki, bizə ixtiyari bir üçbucaq verilib. Fərz edək, A, B, C tərəfləri olan bir üçbucaq verilib. Tərəfləri A, B, C olan üçbucaq üçün fərz edək, A-nın qarşısında duran bucaq olsun alfa. Deməli, kosinuslar teoremimiz necədir? Kosinuslar teoremi. İxtiyari bir A tərəfi üçün A tərəfini götürsək və onun qarşısındakı bucaq alfa olmaq şərti ilə A-nın kvadratı bərabərdir. Digər iki tərəfin kvadratı cəmi minus 2 vurulsun digər iki tərəfin hasili və o iki tərəf arasında qalan bucağın kosinusu.
Bu bizə kosinuslar teoremi verir. Həmçinin bu kosinuslar teoremi digər tərəflər üçün də biz yaza bilərik. Məsələn, tutaq ki, B-nin qarşısında beta dayanır. Mən indi B üçün yazsam, o zaman olacaq B-nin kvadratı bərabərdir. Hansı ki, A-nın kvadratı üstə gəlinsin S-nin kvadratı, çıxılsın 2 vurulsun A vur S vur kosinus alfa. Bu şəkildə. Davam edək. Kosinuslar teoremi də bu şəkildə. Sadəcə burada mən düsturları verirəm ki, dərsi keçid eləyəndə biz onu rahat başa düşə bilək. Keçək sinuslar teoremi, kosinuslar teoremi testinin ilk sualına. Birinci sualda nə verib? Birinci sualda deyir ki, uzunluğu 40 cm olan düz xətt parçası hər hansı bir düz xəttlə 60 dərəcəli bucaq əmələ gətirir. Bu parçanın həmin düz xətt üzərindəki proyeksiyasını tapın. Gəlin baxaq. Deməli, hər hansı bir düz xətt parçası verib bizə və bir parça bununla 40 cm uzunluğunda bir parçamız bununla 60 dərəcəli bucaq əmələ gətirir. İndi bizdən bu parçanın bu düz xətt, bu A düz xəttdə olsun, bu A düz xətti üzərindəki proyeksiyasını soruşur. Deməli, o zaman perpendikulyarımızı çəkək. Bu bir A nöqtəsi olsun, bu da bir B, burada C. Fikir verin, 60 dərəcə buradırsa, o zaman bura 30 dərəcədir. Siz də proyeksiyanı axtarırsınız. AB parçasının A düz xətti üzərində proyeksiyası söhbət BC-dən gedir. O zaman bu nə qədər olacaq? 20 santimetr. Təbii ki, düzbucaqlı üçbucaqda 90-30-60 üçbucağından irəli gələn bir qaydadır. Davam edək. İkinci suala baxaq. İkinci sual, baxın, sinuslar teoremini tətbiq edərkən ola bilər ki, sizə iki bucaq versin. Hər hansı bir tərəfin versin. Yəni, BT şərti ilə versin üçbucağı. Baxın, burada biz sinuslar teoremindən istifadə edə bilərik. Necə? Buranı verib 4 kök altında 2 ilə şəklin üzərində qeyd edirəm və bizdən AC-nin 45 dərəcəli bucağın qarşısında duran tərəfi istəyir. Necə yaza bilərik? Deməli, X dayanır nəyin qarşısında? 45 dərəcəli bucağın qarşısında. O zaman yazaram ki, X bölünsün sinus 45 bərabərdir. 4 kök altında 2 hansı dərəcəli bucağın qarşısındadır? Təbii ki, 30-un. Nə yazacağım? 4 kök altında 2-nin sinus 30-a olan nisbəti. Gəlin baxaq. Bunu çarpaz şəkildə vursam, tənasüb şəklində daha doğrusu, x vurulsun. Sinus 30-da nə alır? 2-də 1. 4 kök altında 2 vurulsun. Sinus 45-də nə alır? Kökdə 2 bölü 2. Hesablasaq, kökdə 2-ləri deməli, ixtisar aparsaq, x-imiz bərabər olacaq 8-ə. Deməli, naməlum tərəf 8 cm-dir. Davam edək, növbəti suala baxaq. Üçüncü sual. Üçüncü sualda deyir ki, ABC üçbucağında deməli, ABC üçbucağında gəlin üçbucağımızı çəkək. Üçüncü sualda da ABC üçbucağı. Deyir ki, BC 5 cm-dir. AC 6 cm-dir. Və AB-miz isə 8 cm-dir. Verilən şərtlərə görə A bucağının, baxın, 3 tərəfə görə bizdən kosinusu tapmağımızı istəyir, alfanı tapmağımızı istəyir. Necə tapa bilərik? Kosinuslar teoremini yadımıza salaq. Necə dedik? B-nin kvadratı dedik, bərabərdir A kvadratı plus C kvadratı minus 2AC kosinus alfa. Deməli, mən hansı tərəfin qarşısında duran bucağı istəyirəm? 5 cm-in qarşısında duran bucağı tapmaq istəyirəm. O zaman yazacam nə? 25 bərabərdir. 25 bərabərdir. Hansı ki? 8-in kvadratı 64. 6-nın kvadratı 36. Minus 2 vurulsun. 6 vur 8 vur aralarında qalan bucağın kosinusu. İndi gəlin sadələşdirək görək burada nə alınır. Deməli 64, 36, 100. Bu, baxın 2, 6, 8 kosinus alfanı sadələşdirib əks tərəfə keçirdirəm. Bu eləyəcək hansı ki 48, 2, 96 kosinus alfa bərabərdir. 100-dən 25-in çıxanda burada da qalacaq 75. Kosinus alfamız buradan nəyə bərabər olacaq? Kosinus alfa bərabər olacaq 75 böl 96-ya. İxtisar eləyə bilərikmi? 3-ə ixtisar aparsaq 25 surətdə, 32 də məxrəcdə. Cavabımız Y variantı olacaq. Doğru nəticə. Davam edək. Növbəti neçənci sualımız bu 3-dür. Keçək 4-cü suala. Yenə də baxın, böyüdüm şəkli.
Burada 4-cü məsələdə də həmçinin bizə verib ki, üçbucaq ABC üçbucağıdır. ABC üçbucağının tərəfləri biri 5 sm-dir. Diğeri AC 8 sm-dir. BC isə 7 sm-dir. Bizdən soruşur ki, A bucağının kosinusunu tapın. Yenə 3 tərəfə görə kosinuslar teoremidir həmçinin. Necə hesablaya bilərik? Eyni qayda ilə 7-nin kvadratı 49 bərabərdir. Çünki biz 7-nin qarşısında duran bucağı axtarırıq. 5-in kvadratı 25, 8-in kvadratı 64, minus 2 vurulsun həmin tərəflərin hasili, vur aralarında qalan bucağın kosinusu. Daha sonra 2, 5-in 10, 80 kosinus alfa aldıq burada. 80 kosinus alfamız bərabərdir. 25, 64. Topladıq neçə verdi? 89. Bunu da çıxanda 40. Kosinus alfamız bərabərdir 40 bölü 80. Yəni 2-də 1. Bəs biz düşünək ki, kosinus alfamız 2-də 1-i A bucağının kosinusunu soruşur. 2-də 1. Əslində bucağı soruşsaydı bucağı da tapa bilərdik 60 dərəcə. Amma burada kosinusun qiymətini istəyir. Doğru cavab belə Y variantı, heç uzağa getməyək. 5-ci suala gəlin baxaq. 5-ci sualda fikir verin, 3 bucaq verib, yenə də ABC 3 bucağı. Amma bu səfər burada fərqlidir. Deməli, C bucağın verib ki, hansı ki 60 dərəcə. C bucağı olsun 60 dərəcə. B bucağı olsun 45 dərəcə. Düzdür, şəkil təxmini çəkirəm. AC eləyir kök altda 6. AB-ni soruşur bizdən. Baxın, 2 bucaq, bir tərəf var. 2 dənə bucaq, bir tərəf var. Burada mən nədən istifadə edib növbəti tərəfi tapa bilərəm? Təbii ki, sinuslar teoremindən istifadə edəcəm. Baxın, x-in qarşısında duran bucaq nə qədərdir? 60 dərəcə. Nə yaza bilərik? X bölünsün sinus 60 dərəcə. Bəs kök altda 6-nın qarşısında nə durur? Kök altda 6-nın qarşısında isə 45 dərəcəli bucaq durur. 45 dərəcəli bucaq durursa kök altda 6 bölünsün sinus 45 dərəcə yazacağım. Kök altda 6 bölünsün sinus 45. Tənasüb şəklində vursaq, x vurulsun kökdə 2 bölü 2 bərabərdir. Kök altda 6 vurulsun. Sinus 60-da bəsini alır. Sinus 60 dərəcədə də alır. Kök altda 3 bölü 2. Baxın, ikisinin də məxrəcində 2-ləri aparsam, x bərabərdir. Kökün altında 18 bölünsün kökün altında 2-yə. Bu 9 eləyir. Bundan da 3 çıxacaq. Deməli, biz nəyə axtarıq? Bircə dəqiqə. AC-ni tapdıq. AC 3 sm. Doğru cavab C variantında var. Davam edək. Növbəti 6, deməli 6-cı suala baxırıq. 6-cı sual bir bucaqlı 3 bucaqdır. Bucağının biri 105 dərəcə olduğunu görə bilirik. Deməli, bucağının biri 105 dərəcə olan 3 bucaq çəkək burada. Təxmini 105 dərəcəli bucağımız bura olsun. Və A bucağı da 105 dərəcə, C bucağımız 30 dərəcədir. Artıq biz B bucağını tapa bilərik. 135, bura 45 dərəcə olmalıdır hansı ki. Sonra AB-mizi verib 8 kök altında 2. A bucağımız AC-ni istəyir bizdən, X-i istəyir. Baxın, X-in qarşısında hansı bucaq durur? 45 dərəcəli bucaq. Deməli, X bölünsün sinus 45 yazacağım hansı ki bura. 8 kök altında 2-nin qarşısında hansı bucaq durur? 30 dərəcə. Burada yazacağım sinus 30 dərəcə. Tənasüb şəklində vursam, X vurulsun. Sinus 30 dərəcədə nə aldı? 2-də 1. 8 kök altda 2 vurulsun. Sinus 45 dərəcədə nə aldı? Kökdə 2 bölü 2. Deməli, bu kökdə 2-lər bunlar ixtisar getsə, x bərabərdir 8-i 2-də 1-ə bölsək, cavab nə çıxar? 16. Deməli, tərəfimiz 16 cm-dir. Növbəti 7-ci məsələdə şəkil üzərində ilə işləyək gəlin. AC parçasının uzunluğunu soruşur. Amma burada da yenə həmçinin sinuslar teoremidir. Sadəcə bucağın birini biz özümüz tapmalıyıq. 105, bu da 45. Bizə verəcək 150 dərəcəli bucaq. Deməli, söhbət bu bucaqdan gedirsə 30 dərəcədir burada. İndi sinuslar teoremini tətbiq edək. Burada x-in qarşısında nə dayanır? 30 dərəcə dayanır. Deməli, kök altda 2-nin qarşısında daha doğrusu
Kök altda 2 bölünsün sinus 30. X-in qarşısında neçə dərəcəli bucaqdır? Sinus 45 dərəcə. Həll eləyək. Gəlin. Deməli 2 kök altında 2. Sinus 30'da nə aldı? 2'də 1 qiymət aldı. X bölünsün. Sinus 45'də nə aldı? Kök altda 2 bölü 2 aldı. Vursaq bunu. X'imiz bərabər olacaq. Kök altda 2'ni 2'yə vuranda 2 olacaq. Bu da hansı variantda var? Cavab A variantında var. Növbəti 8-ci suala baxırıq. 8-ci sualda isə verib ki bizə A bucağı 75 dərəcə, B bucağı 45 dərəcə. ABC 3 bucağı. A bucağı 75 dərəcədir. B bucağı 45 dərəcədir. AB-ni verib 3 cm, AC-ni verib sual. Biz AC-ni axtarırıq. Yaxşı, bəs burada 75 var, 45 var. Yenə də 3'ün qarşısında duran bucağımız yoxdur. Gəlin əvvəla onu tapaq. 45, 75 verdi bizə 120 dərəcə. Bura onda 60 dərəcədir. Onda sinuslar teoremini yenə tətbiq eləyək. Çünki 2 bucaq var, bir tərəf var. Üçüncü tərəfi tapmaq istəyiriksə sinuslar teoremini tətbiq eləyəcək. 3 bölünsün sinus 60 dərəcə bərabərdir. X bölünsün sinus 45 dərəcə. Gəlin baxaq. Deməli 3 tənasüb şəklində vursam 3 vurulsun. Sinus 45 dərəcədə nə alır? Kökdə 2 bölü 2. Sinus 60 dərəcədə nə alır? Kökdə 3 bölü 2. İkisinin də məxrəcində 2 var aparsaq. X bərabər olacaq. 3 kökdə 2'ni deməli bölürsünüz nəyə? Kökdə 3'ə. Bu da eləyəcək kökdə 6. Kökdə 6 da hansı variantda var? A variantında var. Növbəti suala baxaq. 9-cu sual ilk baxışdan sinusu soruşduğu üçün sizə sinuslar teoremi kimi gəlmiş ola bilər. Lakin sinuslar teoremi deyil. 3 dənə tərəf varsa T deyək. 3 dənə tərəf varsa biz burada kosinuslar teoremindən istifadə edib və trigonometrik yolla sinusu tapa bilərik. Necə? Şəkildə göstərildiyi kimi 2'nin sinus B-ni soruşur. Yəni 2'nin qarşısında duran tərəfi. Biz kosinuslar teoremini yadımıza salaq. Əgər 2'nin qarşısında duran bucağım istəyirsə məndən, onda yazıram 2'nin kvadratı 4 bərabərdir. Digər 2 tərəfin kvadratları cəmi minus 2 vurulsun həmən 2 tərəfin hasili, vur aralarında qalan bucağın kosinusu. Bu hansı ki verəcək 72 kosinus alfa bərabərdir. 36, 72, 4'ü də ataq bu tərəfə çıx 4. Kosinus alfamız bərabərdir. 68 bölünsün 72 eləyəcək. Bunları da ixtisar aparsaq nə qalır? 4'ü ixtisar aparsaq 17, 18'də 17 cavabı qalır. Amma sizin tapdığınız hansı ki kosinusudur bu bucağın. Yəni B bucağının belə danışaq. Kosinus B bucağıdır. Bəs biz eyni bucağın sinusunu necə tapa bilərik? Təbii ki, yadınızdadırsa əgər 8-ci sinifdən artıq biz bu düsturu bilirik. Sinus kvadratı alfa, kosinus kvadratı alfa 1'dir. Yəni sizə əgər kosinus verilən yerdə sinus lazımdırsa yazacaqsınız. Sinusun kvadratı B bucağı bərabərdir. 1 minus verilən ifadənin kvadratı. Hansı ki 324'də neçə eləyər? 289. Bunları da gəlin çıxaq görək cavab nə alınır? 324'də 35. Bəs 324'dən kökünə çıxacaq. Sinus B bərabərdir. 324'dən 18, 35'dən də kök çıxmır. Olduğu kimi saxlayırıq. Cavab olur E variantı. Davam edək. Bu 9 idi. Keçək 10-cu suala baxaq. 10-cu sualda da həmçinin yenə bərabər yanlı 3 bucaqdır. Və bərabər yanlı 3 bucağın bizə 2 tərəfin verib 10, 4'ün qarşısındakini istəyir. Yenə də kosinuslar teoreminə başvuraq. 16 bərabərdir. Digər 2 tərəfin kvadratları cəmi, hansı ki 100 üstəgəl 100, çıxılsın. 2 vurulsun. 10 vur 10. Vur aralarında qalan bucağın kosinusu. Hansı ki bu eləyəcək 200 kosinus alfa bərabərdir. 10, 100'ləri toplasaq 200 çıx 16. Kosinus alfamız bərabər olacaq. 200'də deməli 200'dən də çıxaq burada 16'nın 8, 184.
Bunları ixtisar apara bilərəmmi? 4-ə ixtisar apararam. Qalar deməli burada 50. Burada isə 16, 24, 6, 46 eləyir. Bu da 2-yə gedir. 25-də 23 qısası. Kosinus alfanı aldıq. İndi bizə sinus alfa lazımdır. Yenə də yazıram. Sinus kvadratı alfa bərabərdir. 1 minus bunun kvadratı. 625-də 529. Bunu da cavabı eləyəcək 625-də. Çıxaq bir-birindən. Deməli 6, 96. Bəs bundan kök ala bilərəmmi? 625-dən çıxar kök hansı ki 25. 96-dan tam kök çıxmasa da 16 vur 6 şəklində yazsam 4 kökdə 6 kimi cavab alınır. Doğru variant E variantı olacaq. Növbəti suala baxaq. Növbəti 11-ci sualı mən qısa bir düsturla da yaza bilərəm. Amma mövzu sinuslar, kosinuslar teoremi olduğuna görə gəlin 11-ci sualı belə yazaq. Deyir, oturacağı 18 olan bir üçbucaqdır. Bərabəryanlı üçbucağın təpə bucağı 120 dərəcədir. Bərabəryanlıdırsa yan tərəflər bərabər və oturacağına bitişik bucaqlar da bərabərdir. Yəni 30-30'dur. Yan tərəfini istəyir. Yan tərəfə A yazıram. İndi gəlin görə sinuslar teoreminlə bu necə olacaq? A'nın sinus 30'a nisbəti, hansı ki A'nın qarşısında 30 dərəcə dayanır, bərabərdir 18'in sinus 120'ye olan nisbəti. Yəni bir dəfəlik əslində sinuslar teoremindən alınan nəticəyə görə mən deyə bilərəm ki sizə 120 30-30 üçbucağında hər zaman yan tərəflər A'lardısa oturacağı A kök altda 3 olur. Yəni bu sinuslar teoremindən çıxma nəticədir. Bununla hesablaya bilərdik. Amma mövzu sinuslar teoremi olduğu üçün bununla gedək. Baxaq. Sinus 120 dərəcədə nə alır? 60'da aldığın 18 vurulsun 30 dərəcədə də 2'də 1. Bunları aparsaq A'mız olacaq 18 böl kökdə 3. Bu da eləyəcək 6 kökdə 3. Testin doğru cavabı C variantı. Davam edək. 12-ci suala baxırıq. Həmçinin 12-də də o şəkildə olacaq. Yenə də deyir oturacağım 36, təpə bucaqda nə qədər? 120. Bərabər yanlı olduğu üçün yan tərəflərinə yenə A yazıram. Eyni sualdır. Təkrarı da ədədlər sadəcə dəyişib. Burada 30-30 olacaq. Onda mən nə edə bilərəm? Yazaram ki, A'nın sinus 30'a nisbəti 36'nın sinus 120'ye olan nisbəti. Gəlin sadələşdirək. A vurulsun. Sinus 30'da nə alır? Sinus 30'da alacaq deməli 2'də 1. Sinus 60'da da kök altda 3 bölü 2. A vurulsun kök altda 3 bölü 2. 36 vur 2'də 1 həmçinin. Burada da ixtisar gedər 2'lər. A bərabərdir 36 bölünsün kökdə 3. Yəni 12 kökdə 3 eləyər. Testin doğru cavabı D variantında olacaq. Davam edək. 13-cü suala baxırıq. 13-cü sualda baxın. Bizdən sonra deyir ki, CBD bucağı 2 dənə C bucağıdır. CBD bucağı bura 2 alfa olduğunu göstərir. Bizdən AB-ni istəyir. Burada bir X yazaq. Biz o X-i axtarırıq. Bu digər tərəfdə bax bunun qonşusu. Təbii ki, bu daxili xarici bucaqlar bir-birinə qonşu yerləşir. 180 minus 2 alfadır. Baxın, 180 minus 2 alfanın qarşısında duran tərəf nədir? B. Təbii yenə də mən burada sinuslar teoremindən istifadə edəcəm. B'nin sinus 180 çıx 2 alfaya olan nisbəti bərabərdir. X'ın sinus alfaya nisbəti. Biz çevirmə düsturu bilirik və çevirmə düsturundan bilirik ki, çevirmə düsturu 180 çıx 2 alfa ikinci rübdədir və ikinci rübdə sinusun işarəsi müsbətdir. Ona görə burada ad dəyişməyəcək. Alınacaq B böl sinus 2 alfa. Bərabər X bölünsün sinus alfa. İndi bəs sinus 2 alfanı silib. Sinus 2 alfanın yerinə açılışını yaza bilərəmmi? 2 sinus alfa kosinus alfa şəklində. Və hər iki tərəfdə göründüyü kimi sinus var. İstəsəz elə vurub da islah eləyə bilir, ixtisar apara bilərsiniz. Sinus alfa kosinus alfa vurulsun X. Bərabərdir B sinus alfa. Sinus alfaları ixtisar aparsa, qalacaq X bərabərdir B bölünsün 2 dənə kosinus alfa. Bu da hansı variantda var? B variantında doğru nəticə var. Bu da elə bilirəm ki, aydındır. Keçək növbəti suala. 14-cü sualda deyir ki bizə,
tərəfləri 2, 3, 4 olan üçbucağın tərəfləri 2, 3, 4 olan üçbucağın kiçik bucağının kosinusunu tapın. İndi bir şeyə fikir verin ki, sizə demir hansı bucaq? Kiçik bucaq. Bəs biz üçbucaq bərabərsizliyi elə əslində sinuslar teoremindən alınan nəticəyə görə bilirik ki, üçbucaqda kiçik bucaq qarşısında duran tərəf də elə kiçik olmalıdır. Yəni ən kiçik bucağı söhbət kiçik bucaqdan gedirsə buradır. Alfa bucağı. O zaman tapaq. Üçbucağın kiçik bucağının kosinusunu tapın. 2'nin qarşısındakı bucağın kosinusunu axtarırsınız. 2'nin kvadratı nə qədər verdi? 4. Bərabərdir. 3'ün kvadratı 9. 4'ün kvadratı 16. Minus 2 vurulsun 3 vur 4. Vur aralarında qalan bucağın kosinusu. Bu verəcək ki, hansı ki 24 kosinus alfa bərabərdir. 25 çıx 4. Yəni 21. Kosinus alfamız bərabər olacaq 21 bölü 24'ə. Bu da ixtisar getsə 3'ə, 8'də 7 deyə cavab alınır. O da B variantında var. Növbəti sual da əslində bunlar eynidir, artıq təkrar suallardır. Bəlkə də bunlar yorucudur eləməyim. 3, 3, 4 olan üçbucaqlar verilib. Deyir ki, böyük bucağın kosinusunu tapın. Yəni, böyük bucaq qarşısında duran tərəf. Bu hansı ki alfadan söhbət gedir bu şəkil üçün. Gəlin həll edək. Baxın, alfanın qarşısında duran tərəf 4'dür. 4'ün kvadratı 16. 3'ün kvadratı 9, 3'ün kvadratı 9. Minus 2 vurulsun 3 vur 3 vur aralarında qalan bucağın kosinusu. Bu eləcək 18 kosinus alfa əks tərəfə keçirdirəm. 9, 9, 18. 18'dən də 16'nı çıxsaq eləyəcək 2. Yəni kosinus alfamız bərabər olacaq 2 bölünsün 18. Cavab 9'da 1 olacaq doğru cavab. O da harda var? D variantında var. Növbəti suala baxırıq. 16-cı suala. 16-cı sualda elə şəkil üzərində verir şəkili. Gəlin burada da yazaq. Alfa 45'dir. Qamma bucağını istəyir. S 9 kök altda 2'dir. A da 9'dur. Əslində görmək olur bu necə bir üçbucaq ilə verilən tərəflərdən. Amma gəlin biz bir sinuslar teoreminə uyğun tapaq. 9 bölünsün sinus 45 dərəcə hansı ki bərabərdir. 9 kök altda 2 bölünsün sinus qamma. İndi sinus qamma bizə lazımdır buradan. 9 vurulsun sinus qamma bərabərdir. 9 kök altında 2 vurulsun sinus 45 dərəcədə nə alır? Kökdə 2 bölü 2. Bunlar artıq bəllidir. İxtisar getdi. Deməli, sinus qamma bərabər olacaq 1'ə. Və sizdən qamma bucağının özünü soruşur. Sinus nə zaman 1'i alır? 90 dərəcədə. Deməli, təbii ki, üçbucaq üçün bu bucaq 1'i başqa dərəcələrdə də alır. Təbii, amma bu üçbucaqdırsa burada biz 90 götürməliyik, məlum məsələ. Yaxşı, keçək növbəti məsələyə. 17-ci suala baxaq. 17-ci sualda da həmçinin B bucağını neçə vermiş? 15. S yoxdur. B-ni 60 verib, bettan 60 verib, alfanı da 75 verib. Bəs biz bu üçüncü bucağı tapa bilərikmi? 75, 60. Bu eləyəcək hansı ki 135. Deməli, bura olacaq 45. O zaman gəlin belə yazaq. S-nin sinus 45'ə nisbəti. B-nin qarşısında nə durur? 15. 15'in sinus 60'a olan nisbəti. Hesablaya bilərikmi bunları? S vurulsun. Sinus 60 dərəcədə bizdə nə alır? Sinus 60 dərəcədə alır. Kök altda 3 bölü 2. 15 vurulsun. Sinus 45 dərəcədə alır. Kök altda 2 bölü 2. Hesablasaq 2'ləri aparsaq. Buradan nə çıxacaq ortaya? S bərabərdir. 15 kök altda 2 bölünsün kökdə 3. Bunu da gəlin sadələşdirək. Hər tərəfin kökdə 3'ə vuraq. 15 kökdə 6 bölü 3. Yəni 5 kökdə 6. Bizdən nə istəyir burada? Tərəfi istəyir. Elə 5 kökdə 6 doğru cavab olacaq. Davam. 18-ci suala baxırıq. 18-ci sualda 120 dərəcəli verilib üçbucaqda bucaq. Deməli, sual nömrə 18. Bir üçbucaq var. Bucaqlarından biri 120 dərəcədir. B bucağıdır bura. ABC üçbucağı. AB 6'dır. BS'miz 10'dur. Bizdən AC-ni istəyir.
Baxın, 2 dənə tərəf var, bir dənə də bucaq var. Üçüncü tərəfi tapmaq istəyiriksə, biz burada kosinuslar teoremindən istifadə edəcəyik. Deməli, nə yazmalıyam? X-in kvadratı bərabərdir. Digər iki tərəfin kvadratları cəmi çıxılsın, 2 vurulsun, 6 vur 10, vur aralarında qalan bucağın kosinusu, yəni 120 dərəcə. Bu edəcək 136 minus. Bu edəcək 60, 120 vur. Kosinus 120 dərəcədə ikinci rübə düşür. İkinci rübə düşdüyü üçün mənfi 2-də 1 alır. Bu ikilər getdi, 60 qaldı. Lakin bu mənfi, bu da mənfi. 136 üstəcək 60, 196 edəcək. Deməli, bu tərəfin kvadratı 196-dır. Nəyin kvadratı 196-dır? Təbii ki, 14-ün. Bu da olacaq 14. Bu da elə bilirəm ki, aydındır. Davam edəyim. 18, 19'a baxaq. 19'da da həmçinin yenə də 3 bucağı verib. Bucağının birin 60 dərəcə verib. Hansı bucaqda? A bucağı 60 dərəcədir. A, B, C olsun. AB 5'dir. AC 8'dir. Bizdən soruşur BC-ni tabi edir. AC 8'dir. BC-ni soruşur. X buradır. Yaxşı, burada necə eləyə bilərəm? Yenə də kosinuslar teoremi. X-in kvadratı, digər iki tərəfin kvadratları cəmi, minus 2 vurulsun, 8 vur 5 vur, aralarında qalan bucağın kosinusu. İndi baxaq, deməli, X-in kvadratı bərabərdir. 64, 25, 89, minus 16, kosinus 60 dərəcədə də 80 vurulsun. Bu eləcək 2-də 1. Kosinus 60 dərəcədə 40. Çıxsaq 49 alınacaq. Kvadratı 49-dursa, X-in də özü 7 santimetr olacaq. Yaxşı, bu oldu deməli 19-cu sual. 20-ci suala baxırıq. 20-ci sualda deyir ki, tərəfi bu münasibəti ödəyən 3 bucaqda A tərəfinin qarşısındakı bucağın dərəcə ölçüsünü tapın. Baxın, gəlin bir tərəfləri ABC olan bir 3 bucaq çəkək o 20-ci sual üçün. Tərəflərə A, B, C yazaq. A, B və C. Və fərz eləyək ki, A bucağını biz burada baxın A kvadratını tapın. Mən də A-nın qarşısında olan bucağa alfa deyirəm. İndi təsəvvür edin ki, mən burada kosinuslar teoremi yazmağa çalışıram. Necə yaza bilərəm? A-nın kvadratı bərabərdir. B kvadratı topla C kvadratı plus yox, minus 2BC kosinus alfa. İndi baxın, bunun üçün yazılmış kosinuslar teoremidir və deyir bu buna bərabərdir. A tərəfi üçün bu şərt ödənir. İndi o kitabın verdiyi şərti də buradan yazıram. B kvadratı üstəcək C kvadratı plus kök altda 3BC. Buradan nə nəticə çıxarmaq olur? Baxın, yuxarıda verdiyim bu kosinuslar teoremi hansı ki, aşağıda verilən üçbucağın tərəfi üçün verilən bu münasibətlə eynidir. Baxın, A kvadratı eynidir, B kvadratı eynidir. Onda deməli bu hissələr də bir-birinə bərabər olmalıdır. Onda mən nə yazmalıyam? Yazmalıyam ki, mənfi 2BC bərabər, kosinus alfa, unutduq kosinus alfanı, kosinus alfa bərabər köklü 3BC-yə. BC-lər ixtisar gedərmi? Kosinus alfamız da ortaya çıxır ki, sağ olun, kök altında 3, mənfi kök altında 3 bölünsün 2. Mənfi kök altda 3 bölü 2-ni kosinus harda alır? Kosinus 60 dərəcədə kök altda 3 bölü 2 alırsa, mənfini alacaq alfamız 120 dərəcədə. Yəni ikinci rübdə. Bu da oldu bizim 20-ci sualımız. Baxaq, 21 də həmçinin eyni tip bir sualdır. Gəlin bir dənə də 22-dən yazaq. Bircə dəqiqə. 22. 22-də deyir ki, 60 dərəcəli bucaq qarşısında duran tərəfi, baxın, 3 bucağın 60 dərəcəli bucaq qarşısında duran tərəfi 10 kök altında 3'dür. Hansı ki? 10 kökdə 3'dür. Və deyir ki, böyük tərəfin mümkün olan, gəlin belə edək, bunu böyük tərəf götürək, bura 60 yazaq. Bura 10 kök altında 3. Böyük tərəfimizdə fərz eləyək, bura olsun. Burada x-dır.
Ən böyük tərəfimiz həmin x olsun. Deyir, böyük tərəfin mümkün olan ən böyük qiymətini tapın. Gəlin baxaq, necə eləyə bilərik. Burada mən sinuslar teoremindən o bucağın ən böyük qiymətini çıxarda bilərəm. Tərəfin daha doğrusu. 10 kök altda 3-ün sinus 60 dərəcəyə olan nisbəti və x-in da sinus alfaya olan nisbəti. Buradan biz x-i necə tapa bilərik? 10 kök altda 3 vur sinus alfa bölünsün sinus 60 dərəcə. Sağ olun. Sinus alfa sinus 60 dərəcə. Sinus 60 dərəcənin hansı ki qiymətini mən yerinə yaza bilərəm. 10 kök altda 3 vur sinus alfa. Sinus 60 dərəcənin də qiymətinə yazaram. Kökdə 3 bölünsün 2. Tərsinə vurub sadələşdirsək, x-imiz bərabər olacaq nəyə? Kök altda 3-lər ixtisar gedəcək. 20 sinus alfaya. İndi baxın, sinusun ala biləcəyi ən böyük qiyməti tapmalıyam ki, mən x-i də ən böyük çıxarda bilim. Deməli, sinusun ala biləcəyi ən böyük qiymət 1-dir. Ona görə də cavab olacaq 20. Testin doğru cavabı 20 olacaq bu sualda da. Sinus alfanın çünki ala biləcəyi maksimum qiymət neçədir? 1. Keçək 23-cü suala baxaq. 23-cü sualda bu səfər 30 dərəcə yazır bucağı. Baxın. İndi mən 30 dərəcəli bucaq üçün çəkeyim bunu. 3 bucağı çəkək. 30 dərəcəli bucaq bura olsun. 30 dərəcəli bucaq qarşısında duran tərəfi 20 santimetrdir. 3 bucağın böyük tərəfinin mümkün. Baxın, burada olsun. Tutaq ki, alfa ən böyük bucaq və onun qarşısında duran bu C tərəfi olsun. Bu da ən böyük olsun. Fərz eləyək. İndi mən necə yaza bilərəm? C bölünsün sinus alfa və bərabərdir 20 bölünsün sinus 30-a. Bunu qarşılıqlı vursaq, C bərabərdir 20 vurulsun sinus alfa bölünsün sinus 30 dərəcə. Sinus 30 dərəcə. Gəlin sadələşdirək. Bu da olacaq. Sinus 30 dərəcədə 2-də 1 alır. 40 sinus alfa. 2-də 1 yerinə yazaq. Sinus alfanın da maksimum qiyməti 1-dir deyə C-nin ən böyük qiyməti nə olacaq? 40 santimetr. 25, 24, 25 eyni tip sualdır yenə də. Gəlin onlardan birini yazaq. Bu körbucaqlı üçbucaqdır. Alfa 90 dərəcədən böyükdür. Və biz bilməliyik ki, əgər bir üçbucaq körbucaqlı üçbucaqdırsa, əslində bu hamısı teoremlərdən alınan nəticələrdir. Amma mən indi bunu qayda kimi deyirəm. A, B, C'dir. Alfa da böyükdür 90 dərəcədən. 90 dərəcənin qarşısında duran tərəf necə olmalıdır? 90 dərəcə düzbucaqdan böyükdür. Ona görə 90 dərəcənin qarşısında duran tərəf Pifaqor teoremindən də böyük olmalıdır. Və digər iki tərəfin cəmindən də kiçik. Bu qayda nə üçündür? Düzbucaq, körbucaqlı üçbucaqda körbucaq qarşısında duran tərəfi müqayisə etmək üçün ki, hansı ədədlər arasında yerləşəcək. Davam edək. Baxın, burada indi bizim körbucağımız qarşısında duran x-dir. X-i ortaya yazdıq. Digər iki tərəf nədir? 12 ilə 5. 12 ilə 5-in cəmi. Sol tərəfdə isə 12-nin kvadratından 5-in kvadratından böyük olmalıdır. Bu verəcək, bir başa yazalım. Bu 13 eləyir. Bu x-dir. Hansı ki, burada da 17-dir. 13 ilə 17 arasında olan natural ədədlər nə ala bilər? 14, 15, 16 ala bilər. 30, bu da 15. Eləyəcək cavab bunda 45. Növbəti 25-ci sualda yenə eyni formada. 26-dan gəlin birini yazaq görə 26-da nə deyir? 26-da deyir ki, iti bucaqları qarşısındakı tərəfləri 9 və 5 olan körbucaqlı üçbucağın. Yenə də söhbət bir körbucaqlı üçbucaqdan gedir. Bu iti bucaqlar olsun alfa ilə beta. Fi də körbucaq təpəsi olsun. Deyir ki, iti bucaq qarşısındakı tərəfləri 9 və 5-dir. Tutalım, burada 9-dur, burada 5-dir. Sualı belədir ki, körbucaqlı üçbucağın 3-cü tərəfinin ala biləcəyi ən kiçik və ən böyük qiyməti. Yəni, iti bucaqlar qarşısında duran tərəfləri 9 ilə 5-dirsə, 3-cü tərəf təbii ki, körbucaq qarşısında duran tərəfdir. Biz indi biraz öncə dediyimiz qaydanı burada tətbiq edək. C-miz 9 ilə 5-in cəmindən kiçik. 9-un kvadratı üstə gəl 5-in kvadratından isə böyük olmalıdır. Nə qədər eləyir? C-miz 14 ilə hansı ki 81, bu da 25 toplayaq. 106.
106-dan böyük. Amma indi təxmini qiymət çıxardacağam buradan. 106-dan təxminən 10 tam neçə çıxacaq? Yəni 10 tamdan 14 arasında olan qiymətləri alacaq. Hansı ki 11 alar, 12 alar və 13 alar. Bu da bu qiymətlərin cəmini istəyir. Cəmi də eləyəcək ki 23. Deməli bu da 13. 36. 27-ci sualda yazaq gəlin. 27-ci sualda nə verib? Elə əslində son sualımız 27-28-dir. 27-yə də baxaq. Deməli 27-ci sualda deyir ki bizə iti bucaqları qarşısında yenə eyni tip məsələ. Yazaq amma 27. Yenə bir kör bucaqlı 3 bucaqdır. İti bucaqların qarşısında duran, yəni 8 və 5-dir. Bir tərəfi 5, bir tərəfi 8. Burada kör bucaq təpəsi. Kör bucaqlı 3 bucağın 3-cü tərəfinin ala biləcəyi yenə C-ni soruşur. C-miz 8 ilə 5-in cəminə qədər eləyər. 13 ilə 8 ilə 5-in kvadratları. 8-in kvadratı üstəgəl 5-in kvadratı olacaq. Hansı ki, deməli 8 ilə 5-in cəmi verəcək bizə 13. 8-in kvadratı 64, bu da 25 olacaq. 64 ilə 25-in də cəmi 89 eləyəcək. Baxın, 89 elədim. Burada da təxmini biz kök alaq gəlin. Haradasa bundan da 9 tam nə qədər çıxacaq? Aralarında yerləşən ədədlər 10, 11 və 12 olacaq. Bunu da cəmi nə qədər eləyir? 21, o da 12, bu da eləyəcək 33. Və nəhayət testin sonuncu sualıdır. Bu bölmə üçün sonuncu suala da baxaq. Bu bölmə üçün sonuncu sualımızda tərəfləri verib və bizdən nə istəyir? Bizdən istəyir ki, ABC üçbucağının növlərini müəyyənləşdirək. Baxın, birinci AB 5-dir. Burada mən düzbucaqlı üçbucaq çəkəcəm. Niyə? Əgər bir üçbucağın bir tərəfi 5-dirsə, BC 4-dürsə, AC də 3-dürsə, bu bir düzbucaqlı üçbucaq olmalıdır. Yəni, söhbət birincidən gedirsə, birinciyə düzbucaqlı üçbucaq olacaq Y variantı. İndi əgər siz üçbucağın ümumiyyətlə növünü təyin etmək istəyirsinizsə, bir üçbucağın körbucaqlı olması üçün C'dir. Bura A, burada B. Üçbucağın ən uzun tərəfin kvadratı C kvadratı. Əgər digər iki tərəfin kvadratları cəmindən böyükdürsə, bu üçbucaq körbucaqlı üçbucaqdır. İndi baxın, ikinci məsələ üçün verib bir üçbucağın bir tərəfi 5-dir, bir tərəfi 4. O əvvəldən verilmiş şərtdə AC-ni 4 verib. Baxın, 5-in kvadratı eləyir 25, digər iki tərəfdə 16, 16. Bu 25, bu 16 ilə 16-nın cəmindən kiçikdir. Yəni bu böyükdür. Onda bu iti bucaqlı üçbucaqdır. Yəni bura cavab uyğun olacaq D variantı. Növbəti. Baxın, növbəti ABC üçbucağında AB 5-dir. BC olsun 4, digər tərəfdə 8 olsun. Ən uzun tərəfin kvadratı neçə eləyər? 64-dür də, düzdür. Ən uzun tərəfin kvadratı və digər iki tərəfin kvadratları cəmini bir müqayisə edək. 25 ilə 16. Bu 64-dür. Bunun cəmi isə elədir 41. Hansı böyükdür? O böyük tərəfin kvadratı. Deməli, bu üçbucaq körbucaqlı üçbucaqdır. O zaman buna da cavab C variantı uyğundur. Və digər iki variant hansına uyğun ola bilər? Digər iki variant biz gəlin görək düzbucaqlı üçbucaqda tapa bilərikmi? AB deyirdi 5-dir düzbucaqlı üçbucağımızda. BC olsun burada 4. AC-miz də 3 verilmişdir. Sizdən A bucağının kosinusunu istəyir. A bucağının kosinusu əgər şəkil bu formada verilibsə, A bucağının kosinusu bu alfa olsun. 3-ün 5-ə nisbətidir. Bu düzgün verməyib burada hələ ki. Bura baxaq. Sinus alfa. Bəli, A bucağının sinusu 4-ün 5-ə nisbətidir. 4-ün 5-ə. Deməli, bu 5-də 4 cavabı hansı ki birinciyə uyğundur. Yəni, B4-də 5 cavabı B variantı. A variantını bir dənə yenidən yoxlayaq ki, A variantı variantlardan hansına uyğun ola bilər. Baxın, biri 5, biri 4, biri 8 olan üçbucağa baxaq. 5, 4, 8. Yəni, söhbət körbucaqlı üçbucaqdan gedir. Körbucaqlı üçbucaqda da bir tərəfi 8-dir, bir tərəfi 5-dir
və bir tərəfi 4-dür. Gəlin görək bu üçbucaq üçün qaydamız doğru ola bilərmi? Təbii ki, bu da burada mümkün olmayacaq. Çünki körbucaqlı, üçbucaqlı bu şərti ödəməyəcək. Burada da variantımız baxın bu şəkildə YB, D, C olacaq. Bu da 28-ci sual son sualımız idi. İzlədiyiniz üçün təşəkkürlər. Əgər videoların həqiqətən də sizlərə faydası olursa, bəyənib videoları paylaşmağı unutmayın. Sağ olun.